Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən Allah səbr edənlərlədir. Allah yolunda ölənlərə ölüdülər deməyin. Əksinə, onlar diridilər. Lakin siz bunu duymursunuz. Biz sizi biraz qorxu, biraz aclıq, biraz da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə, biz Allaha məxsusuq və ona da qaydacağıq deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.